Azərbaycanda su təminatı yeni mərhələyə qədəm qoyur. Əhalinin artımı, sürətli urbanizasiya və iqlim dəyişiklikləri Abşeron yarımadasında su resurslarına olan tələbatı artırır. Bəs bu çağırışlar fonunda dövlət su təsərrüfatı infrastrukturunu necə yeniləyir və qarşıya hansı prioritetlər qoyulub? Bax elə bu suallara növbəti süjetdə cavab tapmağa çalışmışıq. Abşeron yarımadası ölkənin ən sıx məskunlaşmış və sürətlə inkişaf edən ərazilərindən biridir. Qeyri-rəsmi hesablamalara görə burada ölkə əhalisinin 35-40%-ə qədəri yaşayır və bu göstəricinin gələcəkdə də artacağı gözlənilir. Bu səbəbdən də Bakı iqtisadi regionunun su tələbatı getdikcə artır. Əhalinin artımı, yeni yaşayış massivlərinə salınması və sənaye fəaliyyətinin genişlənməsi isə su təchizatı və kanalizasiya sistemlərinə düşən yükü artırır. Su itkiləri əlbəttə ki, əgər azaldılarsa, Bakının su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşa bilər. Müşavirədə müzakirə olunan digər məsələlərdən biri isə ekoloji məsələlər idi ki, prezidentin də qeyd etdiyi kimi Xəzər dənizinə çirkli su axıdılmamalıdır. Bu əlbəttə ki, Xəzər dənizində ekoloji vəziyyətin yaxşılaşdırılmasına səbəb olacaq. Bakı şəhərində sanitar gigiyena infrastrukturunun yaxşılaşdırılmasına səbəb olacaq. İnsanların sağlamlığı, ekosistemlərin davamlılığı, bitki və heyvan aləminin mövcudluğu birbaşa sudan asılıdır. Lakin bu həyati əhəmiyyət daşıyan resurs sürətlə tükənir və qlobal su böhranı artıq 21-ci əsrin ən ciddi çağırışlarından birinə çevrilib. Ekoloq Rövşən Abbasov deyir ki, həyata keçirilməsinə start verilən su təchizatı ilə bağlı dövlət proqramı çox vacibdir və vaxtında atılmış bir addımdır. Xəzər dənizinin duzluluğu dünya okeanı ilə müqayisədə 3 dəfə aşağıdır. Və bu da ona ümid verir ki, duzsuzlaşdırılma xərcləri dünya səviyyəsi ilə müqayisədə daha aşağı olacaq və bu alternativ su mənbəyi kimi həm də Bakıya digər ərazilərdən gətirilən suların azalmasına səbəb olacaq. Yəni bir alternativ kimi çıxış edərsə, bu isə həm də ekosistem dəyərlərinin qorunmasına səbəb olacaqdır. Su təkcə bugünün deyil, gələcəyin də strateji resursudur. Abşeron yarımadasında su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi həm artan tələbatın ödənilməsinə, həm də ekoloji tarazlığın qorunmasına xidmət edir. Dövlət proqramının mərhələli icrası isə paytaxt və ətraf ərazilərdə su təhlükəsizliyinin daha dayanıqlı əsaslar üzərində qurulmasına imkan yaradacaq. Fidan Səfər, Space xəbər.